Salam əziz şagirdlər, müdavimlər, müəllimlər, bu videonu dinləyən hər kəs. Mən bugün sizə tabeli mürəkkəb cümlələri izah edəcəm. Həm oxusu, həm də izahı bərabər şəkildə inşallah təqdim edəcəyik. Başlayaq. Deməlidir ki, tərkibindəki sadə cümlələrdən biri qrammatik cəhətdən digərindən asılı olan mürəkkəb cümlələrə tabeli mürəkkəb cümlələr deyilir. Deməli bildik ki, həm tabeli, həm də tabesiz cümlələr ümumiyyətlə mürəkkəb cümlələrdir və tabesiz mürəkkəb cümlələrdən fərqli olaraq tabeli mürəkkəb cümlələrdə sadə cümlələrdən biri qrammatik cəhətdən digərindən asılı olan deməli cümlə formasında olur. Deməli, tabeli mürəkkəb cümlələrdə tabe edən müstəqil hissə baş cümlə, baş cümlədən asılı olan hissə isə budaq cümlə adlanır. Və baş cümlənin deməli işarəsi bu cür, budaq cümlənin işarəsi isə məhz belə deməli həlqəvari olur. Daha sonra budaq cümlənin funksiyaları nələrdən ibarətdir? Nədir? Budaq cümlə baş cümlədə buraxılmış üzvün yerində işlənir. Yəni, baş cümlədə buraxılan üzv budaq cümlədə öz əksini tapır. Məsələn, inanmazdım ki, sən belə edəsən. Və yaxud da bizə demişdilər ki, gəldiyiniz yerdə mənzərədə nə alacaqsınız? Mənzil də alacaqsınız. Deməli, aydın görünür ki, deyir, baş cümlələrdə nəyi suallarına cavab verəcək tamamlıqlar buraxılmış. Budaq cümlələr isə həmin buraxılmış üzvün yerində işlənmişdir. Gəlin sual verək. Deyir, inanmazdım ki, sən belə edəcəksən. Nə edəcəksən? Edəcəksən. Kimsən? Nə etməzdim? İnanmazdım. Daha sonra, deməli, biz burada deyirik ki, inanmazdım. Belə bir sual çıxır ortaya. Nəyə inanmazdım? Sənin belə edəcəyinə inanmazdım. Bir növ sanki sual meydana çıxır. İnanmazdım. Nəyə? Və yaxud da burada bizə demişdilər ki, getdiyiniz yerdə mənzil alacaqsınız. Deməli, nə edəcəksiniz? Alacaqsınız. Nə? Mənzil. Daha doğrusu, bir saniyə. Nəyi alacaqsınız? Mənzili. Tamamlıq. Nə etmişdilər? Demişdilər. Xəbər. Kimə demişdilər? Bizə. Daha sonra əlimdən eləyirəm deyənə qələm hələ ki yoxdur. O baxımdan üzürlü sayın. Getdiyimiz yerdə. Harada demişdilər? Getdiyimiz yerdə deməli mənzil alacaqsınız. Harada? Getdiyimiz yerdə. Yer zərfliyi. Deməli, deyir ki, bizə demişdilər. Yaxşı, bizə nə demişdilər? Getdiyimiz yerdə mənzil alacağımızı, demişdilər. Deməli, burada da biz artıq həqiqətən də görürük ki, nəyə və nəyi suallarını verə bilirik. İnanmazdım nəyə və yaxud da bizə demişdilər nəyi. Suallarını verə bilirik. Daha sonra və deyirik ki, bu suallara cavab verəcək tamamlıqlar buraxılmış. Budaq cümlələr isə həmin buraxılmış üzvün yerinə işlənmişdir. Deməli, bu olur bizim baş cümləmiz, bu da olur budaq cümləmiz. Bu olur baş cümləmiz, bu olur budaq cümləmiz. Deməli, sual hardan çıxırsa, hansı tərəfdən çıxırsa, deməli olur baş cümlə. Çünki budaq cümlə bir növ sanki belə düşünün də, xəbər kimi düşünün. Elə bir baş cümlə mübtədadır, indi ağlınız qarışmasın. Budaq cümlədə elə bir xəbər kimi düşünün. Sanki xəbərin şəxs sonluğu necə ki mübtədadan asılı olur. Bu tabeli mürəkkəb cümlələrdə də aslı tərəf deməyək, yəni budaq cümlənin məhz təməli baş cümlədə qoyulur. Yəni baş cümlə tənzimləyir. Daha sonra budaq cümlə baş cümlədəki əvəzli qəlibin ona, buna, daha sonra bunu, onda, bunda, elə, belə, o vaxt, o zaman, ona görə, buna görə, odur, budur və s. məzmununu açır. Budaq cümlə baş cümlədəki əvəzli qəlibin məzmununu açır. Bayaq biz yuxarıda sual verdik. Bax, burada sual verdik ki, inanmazdım.
Və dedik nəyə? Deməli, deyirik ki, budaq cümlə və ondan sonra budaq cümlə gəlmişdi. Budaq cümlə baş cümlədəki əvəzli qəlibin məzmununu açır. Yəni, baş cümlədə bir məchul əvəzli gəlib var. Budaq cümlədə bir növ onun açmasıdır deyir. Məsələn, bircə ondan razıyam ki, özümdən narazıyam. Gəlin bu cümləni təhlil eləyək. Deyir, bircə ondan razıyam. Nədir? Nəyəm? Razıyam. Nədən? Ondan. Tamamlığımı elə bil xəbərə oxşayır. Biraz yekəldək bunu. Böyüdək. Bircə deyir, ondan razıyam ki, özümdən narazıyam. Narazıyam kimdən? Özümdən. Deməli, burada sual meydana çıxır. Baxın, baş cümləmiz. Bircə ondan razıyam. Axılımıza ilk olaraq nə gəlir? Nədən razıdır? Yəni, nədən razıyam? Özümdən narazı olduğumdan. Razı olduğum məsələ nədir? Özümdən narazı olduğum. Yəni, bir sözlə baş cümlə və budaq cümlə. Baş cümlə, budaq cümlənin, belə deyək, təməlini təşkil edir. Budaq cümlənin, belə deyək, baş cümlədən çıxan sual, budaq cümlədə, yəni buradan çıxan sual məhz budaq cümlədə ödənir. Və yaxud da burada başqa misal veriblər. İstədiyim budur ki, baxın, istədiyim budur ki, istədiyim nədir? Bu deməli bizim olur baş cümləmiz və bizi unutmayasan, bizi unutmayasan. Artıq o dəqiqə biz istədiyim budur ki, görürsünüz, axlımıza sual gəlir. Bunun istədiyi nədir? Bizi unutmayasan. Deməli, istədiyi məhz bizi unutmayasan. Yəni, onu unutmamağımızı istəyir. Belə, daha sonra yenə burada olur baş və burada olur budaq cümlə. Daha sonra elə adam olmalısan ki, necə adam olmalısan? Haqqında pis danışmasınlar. Elə adam olmalısan ki, haqqında pis danışmasınlar. O dəqiqə bizim axlımıza necə sualı gəlir? Daha sonra Gülnar o vaxt rahatlaşar ki, Gülnar nə vaxt rahatlaşar? Ki, siz hamınız onun yanında olasınız. Deməli, Gülnar hamınız onun yanında olduğunuz zaman rahatlaşar. Bu işdə məqsəd odur ki, nədir? Biz birləşə bilək. Deməli, burada hamısında baş, burada isə budaq cümlə. Çünki sual baş cümlədən çıxır və həmin o sualın cavabı məhz buradan çıxan sualın cavabı budaq cümlədə təbii ki öz cavabını tapır. Bu cümlələrdə üzv buraxılmayıb, sadəcə üzv əvəzli qəliblə ifadə olunub. Amma o üzvün izaha açıqlamaya ehtiyacı var. Həmin izah isə budaq cümlədə öz əksini tapmışdı. Baxın, burada bu işdə məqsəd odur. Görürsünüz, əvəzli qəlibimiz işlənibmi? Odur. Nədir? Və burada isə onu artıq açıqlayıb ki, biz birləşə bilək. Yəni, əslində nə istədiyini bu budaq cümlədə deyir. Daha sonra bəzi budaq cümlələr deyir. Məsələn, şərt və qarşılaşdırma budaq cümlələri baş cümlələrin bütövlükdə ümumi məzmununa aid olur. Bəzi budaq cümlələri baş cümlənin bütövlükdə ümumi məzmununa aid olur. Bunlar hansılar oldu? Şərt və bir də qarşılaşdırma budaq cümlələri. Məsələn, bircə saniyə, Məsələn, ona desək, hər şeyi həll edər. Ona desək, deyir, hər şeyi həll edər. Və yaxud da deyir ki, nə qədər çalışdımsa, Rəşadı razı sala bilmədim. Deməli, birinci nümunədə deyir, budaq cümlə, məsələni ona desək, bütövlükdə baş cümlənin məzmunu ilə bağlıdır. Onun qarşısında şərt qoyur. İkinci cümlədə, nümunədə isə deyir, tərkib hissələrindəki fikirlər qarşı-qarşıya qoyulur. Baxın, deyir, məsələni ona desək, hər şeyi həll edər. Birbaşa. Məsələni ona desək, nə? Yəni, ortalığa bir sual çıxır, nə? Hər şeyi həll edər. Artıq, sanki bu hər şeyi həll edər sözü, cümləsi daha doğrusu, belə deyək, bu cümləni tamamlamış olur. Məsələni ona desək, hər şeyi həll edər. Burada yenə də bir ağlımızda sual qalır.
Burada yenə də ağlımızda bir sual qalır ki, məsələn ona desək nə? Artıq bunun ardı gəlməlidir də. Hər şeyi həll edər. Daha sonra və yaxud deyir ki, nə qədər çalışdımsa, nə qədər çalışdımsa nə? Artıq biz ikinci bir cümlə gözləyirik ki, ondan sonra başqa bir cümlə gəlsin. Daha sonra birinci nümunədə dedik belə. Daha sonra deyir ki, beləliklə 1 və 2-ci bəndlərdə budaq cümlə baş cümlənin hər hansı bir üzvünü, tutaq ki, mübtədasını, tamamlığını, xəbərini, zaman zərfliyini, təyinini izah edirsə, 3-cü bənddə budaq cümlə konkret bir üzvü izah etmədən bütövlükdə baş cümlənin ümumi məzmununa aid olur. Sual hansı cümlədə ortaya çıxarsa, baş cümlə də o tərəfdir. Məsələn, o elə tələbədir ki, necə tələbədir? Axlımızda ilk bu sual yaranır. Necə tələbədir? Heç vaxt müəllimini peşman etməz. Deməli, sual birinci hissədə ortaya çıxdı və birinci baş cümlədir. Baxın, bu nə oldu? Baş cümlə, kvadrat. Daha sonra, əvəzli gəlib həmişə baş cümlədə olur, deyir. Əvəzli gəlib həmişə baş cümlədə olur, deyir. Əvəzli gəlibimiz nədir burada? Elə, necə? Daha sonra, çünki belə deyək, əvəzli gəlib hardadırsa, məhz sual da oradan çıxır. Məhz biz o əvəzli gəlibə uyğun olaraq sual çıxardırıq. Daha sonra, tabeli mürəkkəb cümlədə baş və budaq cümlələri bağlayan vasitələrdən danışırıq. Budaq cümlə baş cümləyə aşağıdakı vasitələrlə bağlanır. Birincisi, tabelilik bağlayıcıları ilə. Baxaq, deyir ki, sevinirdi ki, qardaşından məktub alıb. Sevinirdi ki, görürsünüz ki-ni görürsünüz. Nə üçün sevinirdi? Qardaşından məktub aldığı üçün. Daha sonra, əgər səhv etmisən, boynuna al. Əgər səhv etmisən. Görürsünüz, hərgah, əgər, hərçənd, bəlkə, indi burada əgər işlənib, əgərdir səhv etmisən, boynuna al. Daha sonra, hərçənd gələ bilməyib, amma biz onu burada hiss edirik. Hərçənd, görürsünüz, hərçənd gələ bilməyib, amma biz deyir onu burada neynirik, hiss edirik. Daha sonra, aydınlaşdırma bağlayıcısı olan kini çıxmaqla tabelilik bağlayıcıları bir qayda olaraq budaq cümlədə olur. Aydınlaşdırma bağlayıcısı istisnadır. Aydınlaşdırma bağlayıcısı olan kini çıxmaqla tabelilik bağlayıcıları bir qayda olaraq budaq cümlədə olur. Tabelilik bağlayıcıları. Baxın, deyir ki, sevinir ki, qardaşından məktub alıb. Deməli, sevinir. Nə üçün sevinir? Sual çıxır ortalığa. Qardaşından məktub aldığı üçün. Və burada da deyir ki, aydınlaşdırma bağlayıcısı olan kini çıxmaqla tabellik bağlayıcıları bir qayda olaraq budaq cümlədə olur. Məsələn, o birisi cümləyə baxaq. Əgər səhv etmisən, boynuna al. Hərçənd gələ bilməyib, amma biz onu burada hiss edirdik. Daha sonra, səbəb və aydınlaşdırma tabelliyi bağlayıcıları ki, belə ki, çünki, ona görə ki, odur ki və s. işlənən tabeli mürəkkəb cümlələrdə əksərəndir baş cümlə əvvəl, budaq cümlə ikinci gəlir. Məsələn, mən çox narahat idim. Ona görə ki, verilən tapşırığı vaxtında çatdıra bilməmişdim. Bir daha oxuyuram, deyir, səbəb və aydınlaşdırma tabelliyi bağlayıcıları ki, belə ki, çünki, ona görə ki, odur ki, işlənən tabeli mürəkkəb cümlələrdə əksərən baş cümlə əvvəl, budaq cümlə isə ikinci gəlir. Məsələn, mən çox narahat idim. Mən nə üçün narahat idim? Ona görə ki, verilən tapşırığı vaxtında çatdıra bilməmişdim. Bu olur bizim baş cümləmiz, bu isə olur bizim budaq cümləmiz. O düz bir ildir ki, artıq özündən sonra bir açıqlama istəyir sanki. O düz bir ildir ki, yollarda idi. Sanki, belə deyək, bu kidən sonra, ona görə kindən sonra sözlər, belə deyək də, bağlayıcılarından sonra bir açıqlama tələb olunur.
Və buna görə də baş cümlə birinci, budaq cümlə ikinci gəlir bu cür deməli bağlayıcılar vasitəsilə işlənmiş cümlələrdə. Ki bağlayıcısı ilə bağlanan elə cümlələr var ki, birinci budaq cümlə gəlir. Məsələn, evə yenicə çatmışdım ki, işə çağırdılar. Aha, deyir ki, işə çağırdılar. Nə üçün? Və yaxud da nə zaman? Aha, burada nə zaman çıxır? Nə zaman? Evə yenicə çatmışdım ki. Deyir, iki bağlayıcısıdır. Bağlanan elə cümlələr var ki, birinci budaq cümlə gəlir. Bu da zaman məzmunlu. Aha, deyir, işə yenicə çatmışdım ki, işə çağırdılar. İşə çağırdılar. Nə zaman? Evə yenicə çatdığım an. Deməli, bağlayıcı sözlərlə bağlamanı ifadə edir indi. Aha, biz bax bunu yadımızda mütləq saxlamalıyıq. Ki ilə olan bütün cümlələrdə birinci baş cümlə, sonra budaq cümlə gəlir. Lakin əgər ki zaman məzmunu bildirərsə, məsələn deyir ki, görürsünüz, məsələn evə yenicə çatmışdım ki, və yaxud da tutalım deyir ki, mən hələ onlara təzə getmişdim ki, belə deyək də özünüz bir onun yerinə qoyun, fikirləşirsiniz. Hə, nə oldu sonra? Bir insan ən azından fikirləşir də, hə, yenicə çatmışdı, nə oldu? Ondan sonra bir sual gəlir adamın axlına, nə baş verdi? Daha sonra bağlayıcı sözlərlə deyir. Deməli, budaq və baş. Quruluşlu, yəni budaq birinci, sonra isə baş cümlə. Bu cür quruluşlu tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş cümləyə bağlayan əsas vasitə kimi çıxış edir. Bağlayıcı sözlərlə, deməli, budaq, sonra isə baş quruluşlu tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş cümləyə bağlayan əsas vasitə kimi çıxış edir. Bağlayıcı sözləri deyir, bağlayıcı sözləri. Bağlayıcı sözlər çox vaxt sual əvəzlikləri və ya sual əvəzliyi plus ki ədatı ilə ifadə olunur. Budaq cümlədə yerləşir və sintaktik funksiya daşıyır. Yəni cümlə üzvü olur. Məsələn, kim zəhmətə qatlaşır, o da qazanır. Aha, mən nə istəyirəm, onu əldə edirəm. Nədən ki qorxuram, onunla rastlaşıram. Deməli, burada nə dedi? Dedi ki, bağlayıcı sözlər əsasən birinci budaq cümlə, daha sonra baş cümlə gəlir və məsələ, bax bu cür, bunu silək, çaşqınlıq yaratmasın. Bağlayıcı sözlərlə olduqda birinci deməli budaq, daha sonra isə baş cümlə gəlir və nəzərdə saxlayın ki, o hər zaman budaqdan başa çəkilir. Və deyir ki, bağlayıcı sözlərlə işləndiyində budaq baş quruluşlu tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş cümləyə bağlayan əsas vasitə kimi çıxış edir. Bağlayıcı sözlər çox vaxt sual əvəzlikləri və ya sual əvəzliyi plus ki ədatı ilə ifadə olunur. Budaq cümlədə yerləşir və sintaktik funksiya daşıyır. Yəni cümlə üzvü olur. Budaq cümlədə yerləşir və sintaktik funksiya daşıyır. Yəni cümlə üzvü olur. Məsələn, kim zəhmətə qatlaşır? Kim? Görürsünüz, kim? O da qazanır. Və yaxud da mən nə istəyirəm, onu əldə edirəm. Görürsünüz, nə? Daha sonra, nədən ki? Bax. Deməli, sual əvəzliyi. Bu isə ki ədatı. Nədən ki qorxuram, onunla rastlaşıram. Gördünüzmü? Birinci deməli, sual əvəzlikləri gəldi. Daha sonra isə burada nədən ki, burada həm sual əvəzliyi plus ki ədatı. Bu cümlələrdə deyir, cümlənin quruluşu necə olacaq? Budaqdan başa olacaq. Daha sonra sual əvəzlikləri kim, nə, hara, necə, nə cür, hansı, niyə, nə səbəbə, neçə, nə qədər, neçənci, nə vaxt, haçan və s. Bağlayıcı söz kimi işləndikdə sual mənasını demək olar ki, itirir. Sual əvəzlikləri kim, nə, hara, necə, nə cür, hansı, niyə, nə səbəbə, neçə, nə qədər, neçənci, nə vaxt, haçan və s. bağlayıcı söz kimi işləndikdə sual mənasını demək olar ki, itirir. Bağlayıcı sözləri bağlayıcılarla qarışdırmaq olmaz. Bağlayıcı sözləri bağlayıcılarla qarışdırmaq olmaz.
Bağlayıcı köməkçi nitq hissəsidir. Bağlayıcı köməkçi nitq hissəsidir. Bağlayıcı sözdən fərqli olaraq müstəqil leksik məna daşımır. Aha, bir də qeyd edirəm. Bağlayıcı köməkçi nitq hissəsidir və bağlayıcı sözdən fərqli olaraq müstəqil leksik məna daşımır. Sualı olmur. Təbii ki, cümlə üzvü də olmur. Budaq cümləni baş cümləyə bağlamağa xidmət edir. Təbii ki, bu nümunələr üzərində daha yaxşı başa düşə bilərik. Baxarıq, əgər olmasa özümüzdən deyərik. Bağlayıcı sözlər əvəzli ilə ifadə olunduğuna görə leksik məna daşıyır, cümlə üzvü olur. Budaq cümləni baş cümləyə bağlayır və həmişə budaq cümlədə işlənir. Deməli, deyirik ki, bağlayıcı sözlər əvəzli ilə ifadə olunduğuna görə leksik məna daşıyır. Cümlə üzvü olur. Budaq cümləni baş cümləyə bağlayır və həmişə budaq cümlədə işlənir. Aha, həmişə budaq cümlədə işlənir. Bağlayıcı sözlər bəzən sual əvəzli ilə başqa digər sözlərlə hər kəs, hər kim, hər nə, elə ki, o yerə ki, o zamana ki, o vaxta ki və s. Daha doğrusu o vaxt ki də ifadə oluna bilər. Məsələn, hər kim ki mənə kömək etdi, görüm onu 1000 yaşasın. Hər kəs ki məndən öncə evə çatdı, onu özümlə parka aparacağam. Deməli, bax, burada nəyi demək istəyir? Belə deyək, biz bilirik ki, sual əvəzlikləri kim, nə, hara, necə, nə cür, hansı, niyə və s. Bunları bağlayıcı söz kimi işləndikdə dediyi sual məzmunu mənasını demək olar ki, itirir. Bağlayıcı söz kimi. Bağlayıcı sözləri bağlayıcılarla qarışdırmaq olmaz. Təbii ki, bu doğru deyil. Və qeyd eləyək ki, bağlayıcı köməkçi nitq hissəsidir və bağlayıcı sözdən fərqli olaraq müstəqil leksik mənası olmur. Sualı da olmur. Təbii ki, cümlə üzvü də olmur. Budaq cümləni baş cümləyə bağlamağa xidmət edir. Aha. Gəlin belə bir, məsələ burada. Deyək ki, hər kim ki mənə kömək etdi, kim kömək etdi? Görüm onu 1000 yaşasın. Hər kim ki. Burada sadəcə olaraq. Sanki cümlələri bir-birinə bağlayıbdı. Bax, bu cümləni bununla bağlayıbdı. Bu hər kim ki sözü sanki bizdən istəyir ki, sən bir dənə başqa bir cümlə denən. Hər kim ki mənə kömək etdi, nə? Görürsünüz, nə? Yəni, ondan sonra nə? Bir cümlə istəyir, özündən sonra bir cümlə tələb edir. Deməli, bu hər zaman baş. O birisi budaq cümlə isə özündən sonra budaq cümlə tələb edir. Və yaxud görək burada, hər kəs ki məndən öncə evə çatdı, onu özümlə parka aparacam. Aha, hər kəs ki məndən öncə evə çatdı, bax bu cümlə. Görürsünüz, tələb edir də nə? Yəni nə? Və yaxud da deyirəm ki, necə ki bu gülləri sevirsən, bu gülləri sevirsən, mən də səni elə sevirəm, necə ki bu gülləri sevirsən. Aha, burada görürsünüz, artıq burada bir növ sual olmaqdan çıxıb, bağlayıcı vasitəyə çevrilibdir. Necə ki bu gülləri sevirsən, yəni sonra özündən sonra bir söz, bir cümlə tələb edir. Və buna görə də özündən sonra bir cümlə tələb etdiyi üçün məhz deyirik ki, bax bu əvəzliklərin kim, nə, hara və yaxud da ki burada başqa var idi, işlənmişdir. Hər kəs, hər kim, bu cür deməli, əvəzliklərin işləndiyi cümlələrdə birinci deməli nə gəlir? Birinci baş cümlə gəlir, daha sonra isə budaq cümlə gəlir. Baxın, birinci baş, sonra isə budaq cümlə gəlir. Bircə saniyə oxu. Biz oxu dedik ki, hər zaman budaqdan başa çəkməliyik, oxu düz çəkək. Daha sonra yolu buradan düşən hər şeyi başa salırıq. Yolu buradan düşəsə, hər şeyi başa salarıq. Vaxtında gəlsə, gedərik. Görək, mən burada neysə qaçırtmamışam. Mən burada bu üçüncü şərti qaçırtmışam, əvvəlini oxumamışam. Görək nə deyir?
Deyir ki, şəkilçi və ədatlarla bəzi modal sözlərlə sasə, daha sonra dadə və yaxud da sasə plus dadə, daha sonra sasə plus belə, m ədatı, düzü, doğrusu, düzdür, doğrudur. Bu kimi deməli ifadələrin işləndiyi cümlələri deyir. Sasə, sasə plus dadə, sasə plus belə, m, düzü, doğrusu, düzdür, doğrudur. Deməli, deyir, yolu buradan düşsə hər şeyi başa salarıq. Vaxtında gəlsə gedərik. Razılıq verərsə vəziyyət nizamlanacaq sözündən incisəm də cavab verməyə lazım bilmədim. Bütün gecəni yazıb pozsa da yorğun görünmürdü. Hava qaraldı mı evə qayıt. Gəlin bu cümlələrə baxaq. Deyir ki, yolu buradan düşsə, bircə saniyə, yolu buradan düşsə, sasə, hər şeyi başa salarıq. Görürsüzmü? Baxın. Görürsüzmü? Bu sanki bir özündən sonra bir cümlə tələb edir. Özündən sonra bir cümlə tələb edir ki, bu bir cümlə desin. Baş və budaq. Yolu buradan düşsə nə? Və yaxud da vaxtında gəlsə gedərik. İndi deyir ki, vaxtında gəlsə. Yaxşı. Vaxtında gəlsə. Vaxtında gəlsə nə? Özündən sonra görürsünüz, yenə nəsə tələb edir. Birinci baş, sonra isə budaq. Razılıq verərsə vəziyyət məsələn yaxşı olacaq, pis olacaq. Razılıq verərsə nə? Sual çıxır ortalığa. Daha sonra sözündən incisəm də, sasə və plus də. Sözündən incisəm də nə? Görürsünüz, özündən sonra bir aslılıq, nəsə bir cümlə tələb edir. Daha sonra və yaxud da doğrudur, qocalıb. Doğrudur, qocalıb. Gözləyirsən. Nə? Lakin böyük təcrübəsi bizə kömək olacaq. Görürsünüz, sual çıxır. Deməli, baş və budaq. Daha sonra sasəyə baxaq. Sasə şəkilçisi burada həm şərt şəkilçisi ola bilər, həm də insə hissəciyinin qısaltması da ola bilər. Məsələn, müəllim tapşırıq versə, görürsüz, versə birbaşa kökü artırılıb. Deməli, burada biz bilirik ki, insə hissəciyi heç vaxt kökü artırıla bilməz. Yəni, özündən qabaq mütləq ki, bir qrammatik şəkilçi tələb edir. Deməli, bu nədir? Bu şərtdir. Deməli, yerinə yetirəcəm. Deyir, müəllim tapşırıq versə, yerinə yetirəcəm. Burada sasə şərt şəkilçisidir. Deməli, qonşum pisdirsə, köç qurtar. Burada sasə insə hissəciyinin qısaltmasıdır. Baxın, görürsünüz, pis sözü kökdür. Pis sözünə artırılıb mı? Xeyr. Pisdir. Özündən qabaq, yəni bu sasədən qabaq nə gəlib? Elə yazdım ki, bu da görünməz hala düşdü. Pisdirsə. Dırdır, durdur. Xəbərli şəkilçisi və özündən sonra isə isə. Və yaxud deyirəm ki, köç qurtar. Köç qurtarsa, bu nə deyir? Qonşum pisdirsə, köç qurtar deyir. Daha sonra bütün vəziyyətlərdə sasə şəkilçisi budaq cümlədə olur və bağlayıcı vasitədir. Görək nə qədər qalıb. Belə. Daha sonra davam edirik. Deyir ki, yalnız intonasiya ilə. Məsələn, deyir ki, elə bilir, sən kimsən, nəçisən, nəsən. Elə bilir. Burada deməli biz elə bilir sözünə kini artıra bilirikmi? Elə bilir ki, sən kimsən, nəçisən, nəsən. Neçə ildir ki, artıra bilirikmi? Bəli. Neçə ildir ki, onu görmürdüm. Pis olmadı, yaxşı, pis olmalı, o adamdır, yaxın durma. Pis adamdırsa, yaxşı, daha doğrusu yaxın durma. Görürsünüz, sağını artıra bilirik. Daha sonra əldən düşüb, ağır günləri çox olub. Əldən düşüb, ağır günləri çox olub. Məsələn, bura biz nəyi artıra bilərik? Düzdür. Əldən düşüb, ağır günləri çox olub.
Daha sonra göründüyü kimi bu vaxt heç bir bağlayıcı vasitə olmur. Baş və budaq cümlələri bir-birinə bağlamaq işi yalnız tabe edici intonasiyanın öhdəsində qalır. Yuxarıdakı tabeli mürəkkəb cümlələrdən birincisi və ikincisində əvvəl gələn baş cümlələrdən elə bilir, neçə ildir, sonra ki bağlayıcısını əlavə etmək mümkündür. Üçüncü cümlədə birinci gələn budaq cümlənin əvvəlində əgər bağlayıcısını, xəbərin isə hissəciyini, dördüncü cümlədə ikinci gələn budaq cümlənin ağır günləri çox olub əvvəlinə, çünki ona görə ki, bağlayıcısını artırmaq olur. İntonasiya ilə bağlanan tabeli mürəkkəb cümlələrdə əsasən birinci baş cümlə olur. Bura qədər davamında izah edəcəm.